Ölkəmizin ərazisinin böyük bir hissəsində əsl fəlakət yaşanır. Kür, Araz və bir sıra digər çayların, su tutarların daşması nəticəsində insanlarımız daşqın fəlakəti ilə, sel fəlakətinə üzləşiblər. Bu fəlakət Azərbaycan kənd rayonlarının və şəhərlərinin önəmli bir hissəsini əhatə edir. 100 minlərlə insanımız fəlakətlə üzbəüzdür. İnsanların həyatı təhlükə qarşısındadır. İnsanların 10 illərlə əldə etdiyi zəhmətləri ilə, əməkləri ilə, dişləri ilə, dırnaqları ilə topladıqları mülkiyyətləri, sərvətləri, tikdikləri evləri, eşikləri su altında qalır və yaxud birbaşa təhlükə altındadır. Və belə bir şəraitdə hakimiyyət problemi həll etmək gücündə olmadığını nümayiş etdirir. Fəlakətin müxtəlif yönləri var. Təbii ki, bu aydın məsələdir ki, bu təbii bir fəlakətdir, su ilə bağlı bir məsələdir. Amma necə olur ki, bu fəlakət uzun illər ərzində bu və ya başqa miqyasda təkrar olunur, ancaq hakimiyyət bununla bağlı heç bir real iş görmür. Bu məsələyə görə dövlət büdcəsindən milyonlarla pul ayrılır, ancaq bu pul işə xərclənmə əvəzinə, fəlakətin qarşısını almağa xərclənmə əvəzinə mənimsənilir, oğurlanır və nəhayət bu il selin səviyyəsi, daşqının səviyyəsi həmişəkindən də biraz artıq olan kimi artıq ölkədə 100 minlərlə insanımız çıxılmaz bir vəziyyətə düşür. O vəziyyət yaranır ki, hakimiyyət qəribə qərarlar vermək fikrinə düşür. Hətta Araz çayının məcrasını dəyişmək, Kürdən ayırmaq kimi fantastik proyektlər haqqında fikirlər yürüdülür, qərarlar qəbul edilir. Bu, hakimiyyətin səriştəsizliyi ilə bağlıdır. Bu, hakimiyyətin görməmişliyi ilə bağlıdır. Bu, ölkədə hakimiyyətin səviyyəsinin aşağı olmasını, idarə etmənin çox bərbad olmasının göstəricisidir. Bunun nəticəsidir ki, uzun illər ərzində mütəxəssislərimiz cəlb olunaraq bu məsələ ciddi şəkildə ölçülüb biçilməyibdir, düzgün qərarlar qəbul edilməyibdir, qəbul edilən qərarlar da düzəməlli yerinə yetirilməyibdir. Bunun nəticəsidir ki, bugün demək olar ki, 100 minlərlə insanımız üçün çıxılmaz bir vəziyyət yaranıbdır. Bugün hesab edirəm ki, artıq fəlakətin miqyasını da nəzərə alaraq, qarşıdan gələn uzun bir müddətdə bu fəlakətin aradan qaldırılması ilə bağlı böyük bir iş aparılması zərurətində nəzərə alaraq, bütövlükdə xalqımız, cəmiyyətimiz hərəkətə gəlməlidir. Son günlərdə bu istiqamətdə müəyyən addımlar atılıbdır. Vətəndaş cəmiyyətin müxtəlif qurumları Kür adlı bir qərargah qurmağı və bu qərargahda vətəndaş cəmiyyətin gücündən istifadə edərək, toplumun gücündən istifadə edərək müəyyən işləri həyata keçirməyə qərar alıbdır. Bu tamamilə düzgün qərardır. Müsavat Partisi olaraq biz son ayda bir neçə dəfə bu məsələ ilə bağlı bəyanat vermişik, mövqeyimizi bildirmişik, təkliflərimizi etmişik. Və əslində qalsa, təkliflər kifayət qədər məntiqli və aydındır. İlk növbədə təbii ki, fəlakətin qarşısını almaq, insanlarımızın təhlükəsizliyini təmin etmək, təbii ki, ilk növbədə onların həyatını qorumaq, eyni zamanda onların mülkiyyətini qorumaq, evini, eşiyini qorumaq, yaşayış yerlərini qorumaq, təsərrüfatlarını qorumaq olmalıdır. İkincisi, fəlakətin miqyasını azaltmaq üçün bugün nə mümkündürsə edilməlidir. Üçüncüsü, bu fəlakətin vurduğu zərbələri aradan qaldırmaq üçün insanımıza ciddi bir şəkildə kompensasiya verilməlidir. Evlərini itirənlərə, təsərrüfatlarını itirənlərə ciddi şəkildə bazar qiymətinə uyğun kompensasiya verilməlidir. Eyni zamanda bu fəlakətin doğurduğu nəticələr yalnız bugünə aid deyil. İnsanlarımızın yaşayışı ilə bağlı, dolanışığı ilə bağlı bir çox məsələlər var ki, bu sel fəlakəti o çətinlikləri yaradıbdır və dövlət büdcəsindən o itkiləri də ödəmək üçün vəsait ayrılmalıdır. Aydın məsələdir ki, diqqət oraya yönəlməlidir ki, dövlət büdcəsindən ayrılan bu pullar ayrı-ayrı məmurların cibinə getməsin. Daşqından əzab əziyyət çəkən, daşqından itkilərə məruz qalan vətəndaşımızın kompensasiyasına ödənilsin. Bundan sonra isə artıq irəliyə baxmaq lazımdır və bu fəlakətin bir daha təkrarlanmaması üçün nə edilməlidirsə o addımlar atılmalıdır. Və bütün bunlara vətəndaş cəmiyyəti nəzarət etməlidir, siyasi partiyalarla birlikdə media nəzarət etməlidir və təkcə Kür çayının, Araz çayının yox, hakimiyyətin də cızığından çıxmasına vətəndaş nəzarətini təmin etməliyik. Bu günlərdə biz Müsavat Partiyası olaraq bilirsiniz ki, miting keçməyə hazırlaşırdıq mayın 21-də. DUI ilə birlikdə miting olmalıdır. Biz DUI ilə birlikdə vəziyyəti bir daha dəyərləndirərək
mitinqi tərxə salmağa məcbur olduq. Çünki 100 minlərlə vətəndaşımızın belə böyük bir təhlükə ilə üzləşdiyi bir məqamda, əgər biz Bakıda miting keçirsəydik, hakimiyyət hər zaman olduğu kimi xalqla yox, özü ilə maraqlandığı üçün bütün qüvvələrini bizim mitingin qarşısını almağa yönəldəcəkdi, buna hazırlıq görəcəkdi və hakimiyyətin az-çox fəlakət zonasına göstərdiyi diqqət də oradan yayınacaqdı. Biz bunu nəzərə alaraq mitingini təxirə saldıq və hakimiyyətə mesaj verdik ki, diqqətinizi bizə yox, fəlakət zonasına yönəldin, orada bir iş görməyə çalışın. Fəlakətin miqyaslarını azaltmağa, insanımızı müdafiə etməyə çalışın. Bu, məncə, çox düzgün, məntiqli zamanda verilmiş bir qərar idi. Fəlakət zonasında olan istənilən insan bizim bu qərarımızın məntiqini anlayır və fəlakət zonasında olmayan insanlar da əgər təhlil etmək qabiliyyətlərinə malikdirlərsə, obyektiv insanlardırsa bu qərarın düzgün olduğunu anlayırlar. Bunu anlamayanlar, ya bunu özünü anlamamış kimi göstərənlər də var, onlar da özləri bilərlər. O bizim problemimiz deyil. Müsavat Partiyasına qarşı hər zaman bu tipli xırdapara, böhtançılar, qərəzlə yanaşanlar olubdur. Ancaq zaman müsavatın haqlı olduğunu hər zaman, həmişə sübut edibdir. Və biz də bir-iki həftədən sonra bu fəlakətin miqyası bir qədər səngiyəndən sonra, bir qədər vəziyyət aydınlaşandan sonra, sabitləşəndən sonra mitingimizi keçirəcəyik və bu sözbazlar da yerində oturacaqlar. Amma önəmli olan odur ki, hər kəs anlamalıdır ki, bu vətən bizim vətənimizdir. Bu torpaq bizim torpağımızdır. Bu insan bizim insanımızdır. Biz sadəcə bir bəsit bir hakimiyyət mübarizəsi aparmırıq. Azərbaycan uğrunda mübarizə aparırıq. Azərbaycan xalqının gələcəyi uğrunda mübarizə aparırıq. Və biz hər bir qərarımızda xalqımızın, vətənimizin maraqlarını nəzərə almalıyıq. Biz xalqımızın problemlərinə sahib çıxmalıyıq və bir daha Müsavat Duyu ilə birlikdə bunu nümayiş etdirdi. Eyni zamanda mitinglərin önəmini dərk edən şəxslər onu da dərk eləməlidirlər ki, bugün elə hakimiyyətlə mübarizənin ən böyük cəhbəsi bəlkə də bu fəlakət zonasında gedir. Bəlkə də bu fəlakət zonasında hakimiyyətin nə qədər bərbad olduğunu sübut etmək, xalqın bu hakimiyyətə dözməsi fenomeninə son qoymaq və xalqın bu hakimiyyətdən, Əliyev rejimindən hesabat tələb etməsini təmin etmək mümkündür. Məncə, fəlakətin qarşısını almaq, onun nəticələrini aradan qaldırmaq, zərər çəkmiş insanımıza kompensasiya vermək və bütün bu məsələlərə cəmiyyətin nəzarətini təmin etməklə yanaşı, biz bu son dediyim məqama da diqqət yetirməliyik. Məncə, bu sel fəlakəti, daşqın fəlakəti, bu hakimiyyətin yararsız bir hakimiyyət olduğunu və ölkədə hakimiyyətin dəyişməsi zərurətini çox ciddi şəkildə bir daha vurğuladı və mən hər birinizin bu məqama diqqət yetirməsini istəyirəm. Bu gerçəkliyin müsbət doğru dəyişməsi üçün səylərimizi birləşdirməyə çağırıram.